Əziz dostlar, tamaşaçılar, hər vaxtınız xeyir olsun. 20 yanvar 2026-cı il. Sizi Mahmudlardan salamlayıram. Sahildən videomu çəkəcəm. 20 yanvar 2026-cı il Azərbaycan, müstəqil Azərbaycanın tarixində unudulmaz bir gündür. 20 yanvar həm də qanlı yanvar, qara yanvar, faciə günü kimi qeyd olunur Azərbaycanda. Hal-hazırda Azərbaycanda Bakı şəhərində insanlar axın-axın Şəhidlər Xiyabanına axın edirlər, hansı ki 20 yanvar günü canından keçən insanların ruhunu yad etmək üçün. Və mən də Alanya'da özümə borc bildim ki bu günü 20 yanvarı baxmayaraq ki belə gözəl mənzərəli yer təqdim edirəm, gözəllik, amma qəmli, qüssəli şeylər danışacağım. Amma bu bizim borcumuzdur, bunu unutmamalıyıq. Bizi izləyən çoxlu Azərbaycanlı qardaşlarımız, Türk qardaşlarımız, yəni bizim dilimizi başa düşən bütün insanlara bunu xatırlatmaq hər birimizin borcudur. Bəli, əziz dostlar, bu gözəllikləri izləyə-izləyə, qısa da olsa, yəqin ki bu məlumatları mən sizə çatdıracağım, dinləyəcəksiniz. Bir daha bu tarixləri unutmamaq lazımdır. Deməli, 20 yanvar günü 1990-cı ildə o vaxt Sovet ordusu başında Qarbaçovun rəhbərliyi ilə və güc nazirlərinin qərarı ilə, Qarbaçovun və güc nazirlərinin qərarı ilə Azərbaycanın paytaxtı Bakı şəhərinə ordu yürüdülmüşdü. Bu hadisə gecə vaxtı olmuşdu. İnsanlar hələ yuxuda idi, heç kəsin xəbəri yox idi, ağlına gəlməzdi ki. Çünki o zaman Azərbaycan Sovetlərin tərkibində idi, yəni eyni pasportu daşıyırdılar, eyni ölkə idilər. Bizim də o vaxt 5 yaşımız var idi və Bakı şəhərində yaşayırdıq. Deməli, gecə ilə Sovet ordusu yavaş-yavaş ölkəyə, Bakıya daxil olurdu müxtəlif istiqamətlərdən və səhər açılanda insanlar artıq işlərinə gedəndə avtobuslarla, maşınlarıyla işlərinə getdiyi zaman böyük faciə başlayır. Faciə başlayır və insanlara hər yerdə ateş açılmağa başlayır. İstər tanklardan, istər silahlardan, yaxın məsafədən, uzaq məsafədən binalara, yəni birbaşa öldürməyə və dağıtmağa yönəlik həmlələr edilir və hamı şokda olur. İnsanlar da dediyim kimi heç nədən xəbərsiz idilər, çünki artıq gecə ilə televiziya stansiyaları filan hamısı partladılmışdı, dağıdılmışdı. Və bunu da eləməkdə səbəb Azərbaycanın o zaman müstəqillik olma arzusunu boğmaq istəyirdilər. Müstəqilliyini qazanmasına mane olmaq istəyirdilər. Çünki ölkədə mitinglər olurdu, etirazlar olurdu. Hamı artıq müstəqil dövlətin qurulmasını istəyirdi. Və ona görə belə qərar verilmişdi ki, silah, güc, öldürmək, zorbalıqla bu istək aradan qaldırılacaq. Amma bu belə olmadı. Baxmayaraq ki, yüzlərlə insan öldürüldü, çoxlu yerlər dağıdıldı, şəhər dağıdıldı. Amma insanlar silahın qarşısından qaçmadılar. Əksinə əliyalın silahların önünə çıxanlar var idi. Üzərindən tanklarla keçilmiş insanlar var. Yəni damarında Azərbaycan türk qanı axan heç kəs silahdan qorxmur, bunu bütün dünya bilir. Silahın önünə yürüyürlər. Bu Türkiyədə də belə bir hadisə baş vermişdi, bilirsiniz. İnsanlar canını tankın qabağına qoyub uzanmışdılar ki, üstümüzdən keçin. Yəni qanında türk qanı axan insanlar silahdan, tankdan, dəmirdən qorxmurlar və canını fəda eləyirlər. Bizdə də Azərbaycanda da 20 yanvar günü çox insanlar canından keçdi. Bizim də valideynlərimiz, böyüklərimiz o zaman küçələrə çıxmışdılar. Artıq səhər açılmışdı. Mənim 5 yaşım var idi, yadıma gəlir. Biz çünki orada
20 yanvar əsasən metro stansiyası var indi. Yəni bu şəhidlərin adına verilmiş 20 yanvar metro stansiyası. Bakıya girişin bir tərəfi ora gəlir çıxır. Əsas faciə də elə oralarda törədilmişdi. Biz isə Memar Əcəmi metro stansiyası, yəni aramızda bir dayanacaq fərqi var. Evdə 5 yaşımız var idi və o güllələrin səsini eşidirdik. Yəni avtomatdan atılan atəşlərin səsini eşidirdik və qorxurduq, travma yaşamışdıq əlbəttə ki. Bu faciədə çoxlu uşaqlar da qətlə yetirilib. Elə dediyim kimi evində oturub ailəsi ilə birlikdə isti evində oturaraq həlak olan insanlar da var. Çünki binalara hara gəldi atəşlər açılırdı. Nəinki sivil insanlar, bütün Azərbaycan xalqı həmrəy olmuşdu, müqavimət göstərirdi. Əskərindən tutmuş gəmiçilərinə qədər. Gəmiçiləri də qeyd eləmək istəyirəm. Deməli, həmin gün Azərbaycan gəmiçilərinə, kapitanlarına xəbər çatmışdı ki, öldürülən insanları xüsusi gəmilər gəlib atacaq onları dənizə. Və onlar da 7 dənə kapitan qərar verir ki, yığışsınlar, bütün gəmiləri çıxartsınlar dənizə və bunun qarşısını alsınlar. Və onlar dayanmadan bir neçə gün sos siqnalı vermişlər. Bütün dünyaya bu zulmü çatdırmaq istəmişlər. Və ultimatum vermişdilər Qarbaçova ki, gəmiləri yandırıb neft stansiyalarına çırpacaqlar. Bu faciəni dayandırın. Sonra əlbəttə ki, onlar da hamısı tutuldu. İndi yaşayanlar da var, ölənlər də var. O zaman o gəmilərdən bir neçəsinə hücum da oldu. Rus ordusu tərəfindən, Sovet ordusu tərəfindən. Və belə qəhrəmanlıqlar çox olub, hər sahədə olub. Və sonralar Qarbaçov öz çıxışların birində etiraf eləmişdi ki, bu onun həyatının səhvi idi ki, Azərbaycanın paytaxtı Bakıya ordu yeritdi. Amma nəticədə yüzlərlə insan şəhid oldu, qanından keçdi. Amma Azərbaycan müstəqilliyini qazandı, buna nail oldu. İndi ölkəmiz müstəqildir. Balaca olsa da artıq söz sahibinə çevrilir, güclüdür. Türkiyə kimi tərəfdaşı var, qardaşı var. Hər zaman Azərbaycanı dəstəkləyir və digər türk dövlətləri, türk ölkələri. Və o zaman bu faciə nəinki Bakıda bir neçə şəhərdə törədiləcəkdi. Amma Bakıda olan bu dirəniş demək olar ki, Sovetlər İttifaqının zəifləməsinə və dağılmasına gətirib çıxartdı. Və belə hadisəni unutmaq olmaz. 20 yanvar kimi bir neçə belə əlamətlər, qanlı tarixlər var. 88-ci ildə Qərbi Azərbaycandan insanlar didərgin düşüb, yurt yuvalarından qovulub, sonra 90-cı ildə, sonra Qarabağ hadisələri törədilib, Xocalı faciəsi və s. Bu tarixlər Azərbaycanda həmişə anılır, heç vaxt unudulmur. Mən də özümə borc bildim ki, bu videonu 20 yanvar şəhidlərinin xatirəsinə həsr eləyim, qısa məlumat verim. Allah bütün ölənlərə, şəhidlərimizə, canından keçənlərə rəhmət eləsin. Həm 20 yanvarda, həm Qarabağ şəhidlərinə. Onların sayəsində ölkəmiz müstəqildir, suverendir. Günü-gündən inşallah inkişaf edəcək, daha da güclü olacaq. Belə əziz dostlar, bununla da 10 dəqiqə qısa olaraq o böyük faciəni öz düşüncəmlə, öz fikrimlə ifadə eləməyə çalışdım. Allah hamıya rəhmət eləsin, şəhidlər rəhmət eləsin. İzlədiyiniz üçün təşəkkürlər. İnşallah gələn videolarda görüşənədək. Sağ olun, var olun.